Salam, hər vaxtınız xeyir əziz dostlar. Bu videoda mən birinci hissə Güvən Test Bankından orta sürət, nisbi sürət və eninci saniyədə gedilən yol mövzusunun A variantının testlərinin izahını verəcəm. Videonu izlədikdən sonra bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Birinci testdə deyilir: cismin ani sürətinin qiyməti hansı cihaz vasitəsilə ölçülür? Biz bilirik ki, əziz dostlar, cismin ani sürətini ölçmək üçün spidometr adlanan cihazdan istifadə edirik. İkinci testdə deyilir ki, yerə nəzərən sürətləri V1 bərabər 120 km/saat və V2 bərabər 80 km/saat olan iki avtomobil qarşı-qarşıya, deməli qarşı-qarşıya hərəkət edir. Çox önəmli sözdür. İkinci avtomobil, birinci avtomobilə nəzərən sürətin modulunu tapın. Biz bilirik ki, cisimlər bir-birinə qarşı-qarşıya hərəkət edirsə, yəni əks istiqamətdə hərəkət edirsə, nisbi sürətin modulunu tapmaq üçün cisimlərin sürətlərini toplamaq lazımdır. Onda V2 1 bərabərdir. V2 plus nə olacaq? V1. V2'miz neçədir? 80 plus 120. O da bərabər 80'nin üstündən 120 gəlsən 200 kilometr bölünsün saat olacaq. Doğru cavab əlbəttə hansı variant oldu? E variantı. Üçüncü testdə deyilir: yerə nəzərən sürətləri 80 km bölünsün saat və 100 km bölünsün saat olan iki avtomobil eyni istiqamətdə hərəkət edir. İkinci, baxın, burada artıq necə hərəkət elədi? Eyni istiqamətdə. Eyni istiqamətdə hərəkət edirsə, nisbi sürətin modulunu tapmaq üçün ayrı-ayrı cisimlərin sürətlərini nə etmək lazımdır? Çıxmaq lazımdır. Onda bizdən nəyi soruşur? İkinci avtomobilin birinci avtomobilə nəzərən nisbi sürətin modulunu soruşur. Gəlin tapaq. Onda V2 1 bərabərdir modulda. V2 minus nədir? V1'dir. Baxırıq. V2 nə qədər verilib? V2'miz, yəni ikincinin sürəti 100, birincinin sürəti isə 80'dir. 100'dən mən nəyi çıxıram? Əlbəttə 80 çıxacam. 100'dən 80 çıxanda 20 km bölünsün saat olacaq. Baxaq görək o da hansı variantdadır? Əlbəttə G variantı olacaq. Dördüncü testdə deyilir: 5 desimetr bölünsün saniyə sürətlə gedən eskalator üzərində həmin istiqamətdə, baxın yenə bizə önəmli söz həmin. Yəni sərnişinlə eskalatorun hərəkət istiqaməti eynidir. Eskalatora nəzərəndiyi sürəti 3 desimetr bölünsün saniyə olan sərnişinin hərəkət edir. Yerlə bağlı hesablama sisteminə nəzərən sərnişinin sürətini tapın. Baxın, eskalatorun yerə nəzərən sürətini biz bilirik. Eskalatorun yerə nəzərən sürəti 5 desimetr bölünsün saniyədir. Əla. Bəs sərnişinin eskalatora nəzərən sürəti nə qədərdir? 3 desimetr bölünsün saniyədir. Biz bilirik ki, sərnişinin yerə nəzərən sürətini V ilə işarə eləyək. V bərabərdir. Əgər eyni istiqamətdədirsə, bizdə də həmin istiqamətdə deyir. Baxırıq. Həmin istiqamətdə dediyinə görə, yəni sərnişinin eskalatorun istiqaməti eynidir. Nə etmək lazımdır? Yerə nəzərən sürət tapmaqdan ötürü toplamaq lazım. V eskalator plus V sərnişin olacaq. Toplayaq. Onda V bərabərdir. V eskalator neçə verilib bizə? 5. Sərnişin isə nədir? Eskalatora nəzərən sürəti 3'dür. 5 plus 3 bərabərdir 8 desimetr bölünsün nə olacaq? Saniyə olacaq. Doğru cavab nədir? Hansı variantı oldu? G variantı. Növbət test 5-ci testdir. Eskalator 0,6 metr bölünsün saniyə sürətlə hərəkət edir. Bu eskalator üzərindəki sərnişin onun hərəkətinin əksi istiqamətində. Baxın, burada artıq nədir? Hərəkətin əksi istiqamətində deyir. Hərəkətin əksi istiqamətində deyirsə, yerə nəzərən sürət tapanda nə edirik? Çıxmaq lazım. Eskalator nəzərində 0,4 metr bölünsün saniyə sürətlə hərəkət edərsə, yerlə bağlı hesablama sisteminə nəzərən sərnişinin sürətini tapın. Baxırıq əziz dostlar, yenə verilənləri biz yazırıq. Verilənlər nə verilib bizə? Eskalator bu qədər. Eskalatorun yerə nəzərən sürətini verib 0,6 metr bölünsün saniyə. Sonra sərnişinin eskalatora nəzərən sürəti və sərnişinin eskalatora nəzərən sürəti 0,4 metr bölünsün saniyədir. Əla. İndi biz bilirik də, əks istiqamətində deyirsə, yəni eskalatorun hərəkətinin əksinə deyirsə, sərnişinin yerə nəzərən sürətinin düsturu olacaq modulda V sərnişin minus nədir? V eskalator olacaq. Baxın, hesablama aparsaq V bərabərdir. Yəni sərnişin yerə nəzərən sürəti bərabərdir.
Modulda 0,6 minus 0,4. O da nə verəcək bizə? 0,2 metr bölünsün saniyə. Doğru cavab hansı variantı oldu? A variantı. Növbəti testimiz 6-cı testdir. Üzgüçü çay axının əksinə üzür. Yaxşı. Deməli, çay axının əksinə üzür. Burada yenə ipucu buradadır. Axının əksinə. Deməli, sürətləri nə etmək lazımdır? Çıxmaq lazım. Üzgüçünün suya nəzərən sürəti. Baxın, V üzgüçünün suya nəzərən sürəti 2,5 metr bölünsün saniyədir. Əla. Çayın axın sürəti. V çay, yəni sahillər nəzərən axın sürəti 1 metr bölünsün saniyədir. Bizdən nəyi soruşur? Üzgüçün sahillər nəzərən sürətini tapın. Biz bilirik ki, axının əksinə hərəkət edirsə, üzgüçün sahillər nəzərən sürəti nə olacaq? V üzgüçünün sürəti minus, yəni sahillər nəzərən sürəti, sahilə deməyək, suya nəzərən sürəti, minus nə olacaq? V çay olacaq. Aha, yerinə qoysaq, onda modulda V üzgüçü nə qədərdir? 2,5 minus 1, o da bərabər 1,5 metr bölünsün nə? Saniyə. Baxaq görək, varmı elə bir cavab? Doğru cavab hansı variantı oldu? B variantı. Növbəti testimiz 7-ci testdir. Orta sürəti 18 km bölünsün saat olan velosipedçinin 4 saat ərzində getdiyi yolu tapın. Əziz dostlar, biz bilirik ki, orta sürətin düsturu V orta bərabərdir. S ümumi, yəni ümumi gedilən yolun ümumi zamana nisbətidir. Buradan da bizdən nəyi soruşur? S ümumini. S ümumi bərabərdir. V orta vurulsun T'dir. Yerinə qoysaq, V ortamız nə qədərdir? 18 vurulsun 4. Bu da bizə verəcək 72 kilometr. Doğru cavab hansı variantı oldu? C variantı. Növbəti testimiz 8-ci testdir. 8-ci testdə deyilir. 5 dəqiqə ərzində 6 kilometr yol gedən avtomobilin orta sürətini tapın. Gəlin əvvəlcə çevirmələr aparaq. T bərabər 5 dəqiqə bizə verir 300 saniyə. Sonra S bərabərdir. 6 kilometr də verir bizə 6000 metr olacaq. Biz bilirik ki, orta sürətin də düsturu V orta bərabərdir. S ümumi bölünsün T ümumidir. S ümumiyə baxırıq. S ümumi nə qədər olub? 6000. Bu isə nədir? T ümumi də 300-dür. Yəni 6000 bölünsün 300. 6000-i 300-ə bölsəm mənə 20 metr bölünsün saniyə olacaq. Doğru cavab hansı variantı oldu? D variantı. Davam edək. 9-cu testdə deyil. Saniyə ölçənin göstərişinə əsasən 90 metr yolda cismin orta sürətini tapın. Əziz dostlar, hal-hazırda bu neçə saniyəni göstərir, onu tapmaq lazımdır. Ondan əvvəldə cismin bir bölgüsünün, yəni saniyə ölçənin bir bölgüsünün qiymətini tapmaq lazım. Bir bölgünün qiymətini tapmaq üçün istifadə edəcəyimiz düstur isə B minus A bölünsün N düsturudur. Deyək ki, B-ni 15 götürürəm. A-nı isə neçə götürürəm? 0 götürürəm. 15 minus 0 bölünsün. Bu 0 ilə 15-in arasında bölgülən sayı 1, 2, 3, 4, 5 bölgü var. 5-ə böləcəm. O da bərabərdir 3 saniyə eləyəcək. Deməli, bir bölgünün qiyməti 3 saniyədir. Amma bizim əqrəbimiz neçədə durur? 3-də durmayacaq əlbəttə. 3, 6, 9. Deməli, bizə lazım olan zaman neçədir? 9 saniyədir. Yazıram. T bərabər neçə? 9 saniyə. Və S-i də verib zaten özü 90 metrdir. Biz də orta sürətin düsturunu bilirik. V orta bərabərdir. S ümumi bölünsün T ümumidir. S ümumi neçədir? 90'dır. T ümumi neçədir? 9'dur. 99'a bölsəm mənə nə qalacaq? 10 metr bölünsün saniyə olacaq. Doğru cavab hansı variantı oldu? G variantı. Növbət testimiz 10-cu testdir. Maddi nöqtə ABCD trayektoriyası üzrə hərəkət edərək A nöqtəsindən D nöqtəsinə 4 saniyə çatarsa, onun yola görə orta sürətini tapın. Əvvəlcə həmin maddi nöqtənin getdiyi yolu tapmaq lazımdır. L bərabərdir. Nə qədər yol gedib? A-dan B-yə 4 metr, B-dən C-yə 8 metr, C-dən D-yə isə 4 metr. Deməli, 4
8 və 4. Ümumi getdiyim yol 12-16 metr olacaq. Bəs neçə saniyə gedib? T bərabərdir 4 saniyə gedib. Orta sürəti tapmaq üçün, əlbəttə yola görə orta sürət tapmaqdan ötürü L bölünsün T düsturundan istifadə edir. L'imiz 16, T'miz isə 4'dür. Bizə neçə qalacaq? 4 metr bölünsün saniyə olacaq. Doğru cavabımız hansı variantı oldu? D variantı. Növbəti testimiz 11-ci testdir. Suya nəzərən sürəti 8 metr bölü saniyə olan motorlu qayıq çayın axını istiqamətində, baxırıq, çayın deməli axın istiqamətində bərabər sürətlə hərəkət edir. Çayın axın sürəti bu qədər olarsa, qayıq 5 saniyə ərzində nə qədər yol gedər? Əziz dostlar, əvvəlcə biz bilməliyik ki, verilənlər V qayığın suya nəzərən sürəti, yəni V qayıq bərabərdir 8 metr bölü saniyədir və deyir ki, çayın axın sürəti V çay bərabərdir 2 metr bölü saniyədir və zaman isə neçədir? T bərabərdir 5 saniyədir. Bunları biz bilirik. Yaxşı, bəs axın istiqamətində deyirsə, qayığın sahilə nəzərən sürətini yazsaq, olacaq V qayıq plus-nə V çay olacaq. İstənilən halda bu düsturda V-nin yerinə S bölünsün T yaza bilərik. Onda S bölünsün T bərabərdir V qayıq V qayıq plus nə olacaq? V çay olacaq. Bizdən də nəyi soruşur? S istəyir. S-i də yazsaq, onda bizim düsturumuz yekunda S bərabərdir V qayıq plus V çay vurulsun nədir? T olacaq. Yerinə qoyaq. S bərabər V qayıq nə qədərdir? 8 plus çay isə 2-dir. Vurulsun T isə neçə? 5-dir. 8-in üstünə 2 gəlsəm, 15-ə vursam 50 metr. Deməli, bu cisim çayın axın istiqamətində 50 metr yol gedəcək. Növbəti test 12-ci testdir. Suya nəzərən sürəti 8 metr bölü saniyə olan motorlu qayıq çayın axın istiqamətində, yenə çayın axın istiqamətində deyir. Bərabər sürətlə hərəkət edir. Çayın axın sürəti bu qədər olsa, qayıq 240 metr məsafəni nə qədər vaxtda gedər? Axın istiqamətində deyirsə deməli nədir? Toplamaq lazımdır. Əvvəlcə verilənləri yazsaq, V suya nəzərən sürəti, qayığın suya nəzərən sürəti 8 metr bölü saniyədir. Sonra baxırıq, çayın axın sürəti, yəni sahilə nəzərən sürəti 2 metr bölü saniyədir. S-imiz nə qədərdir? Neçə metr yol gedibdir? 240 metr yol gedib. Bizdən nəyi soruşur? Zamanı soruşur. Biz bilirik ki, sahilə nəzərən sürəti V qayıq plus nədir? V çayın cəminə bərabərdir. V-ni də yenə S bölü T yazsaq, V qayıq plus V çay olacaq. Bizdən də buradan T-ni soruşduğuna görə T-ni tapmalıyıq. T bərabərdir. Olacaq S bölü V qayıq plus nədir? V çay. Yerinə qoyaq. S-imiz nə qədərdir? 240 bölünsün. V qayıq V çay cəmi isə 10 verəcək. 240-ı 10-a bölsəm mənə 24 saniyə olacaq. Deməli, 24 saniyə neçə metr? 240 metr yol getmiş olur. Doğru cavab hansı variantı oldu? D variantı. Növbəti testimiz 13-cü testdir. Hansı cismə nəzərən A cismin sürəti ən böyükdür? Əslində, bunu müxtəlif yollarla həll etmək olar. Biz bilirik ki, nisbi sürətin modulu ən böyük olması üçün mütləq həmin cisimlər əks istiqamətdə hərəkət etməlidir. Əks istiqamətdə hərəkət edəndə, yəni bir-birinə nəzərən sürəti ən böyük olur. Yəni düsturumuz necə idi? V bərabərdir, V1-2 deyək. V2-1 bərabərdir. Əks istiqamətdə onda toplayırıq. V2 plus nə? V1-in cəminə bərabərdir. Buradan da A nöqtəsinə əks istiqamətdə hərəkət edənlər 4-dür, 1-də 5-dir. Nisbi sürətin modulu ən böyük olması üçün təbii ki, ən böyük sürətli olmalıdır. Burada da 4 ilə 5-i müqayisə etsək, 5-in sürəti nədir? Daha böyük olmalıdır ki, bu cəm bizə nə versin? Böyük versin. Doğru cavab hansı variantı olacaq? D variantı. Növbəti test 14-cü testdir. Durğun suda sürəti 10 metr bölü saniyə olan qayıq çayın axınının əksi istiqamətində üzür. Yenə eyni qaydada çayın
axının əksi istiqamətində deyir. Axının əksi istiqamətdə olursa, deməli nə etmək lazımdır? Çıxmaq. Çayın axın sürəti 2 metr/saniyə olarsa, qayıq 5 saniyə ərzində neçə metr yol gedər? Baxırıq əziz dostlar, onda çayın axınının əksinə deyirsə, sahilə nəzərin sürəti tapmaqda nötr hansı düsturdan istifadə edəcək? V bərabərdir. Modulda V qayıq minus V çay olacaq. Bu düsturdan istifadə edəcək. S-in də yerinə, V-nin də yerinə həmişə S bölünsün T yaza bilərik. Modulda V qayıq minus V çaydır. Bu düsturdan istifadə edirik. Bizdən nəyi soruşur? Neçə metr yol gedər? S bərabərdir. Düsturumuz olacaq. V qayıq minus V çay vurulsun nədir? T'dir. Yerinə qoyaq. Modulda V qayıq nə qədərdir? 10 minus 2 vurulsun T də neçədir? 5'dir. Ondan 2 çıxsam 8, 5'ə də vursam 40 olacaq. Deməli 40 metr yol gedəcək. Necə? Çayın axınının əksi istiqamətində 40 metr yol gedəcək. Deməli, əziz dostlar, 14-cü test sonuncu testimizdir. Elə bu mövzunun A variant testlərinin izahını verdik. Növbəti test izahlarında görüşmək ümidi ilə. Sağ olun, özünüzdən müğayət olun.